Mənzil tamamilə isidilən döşəmə sistemindən ibarətdir və hal-hazırda kombi sadəcə 26 dərəcədə işləyir. Salam dostlar, bugün sizi maraqlı bir mənzil və bu mənzildə görülən möhtəşəm izolyasiya sistemi ilə tanış etmək istəyirəm. Mənzil sahibi izolyasiya sistemləri ilə məşğul olduğuna görə mənzil dörd bir yandan səs və istilik izolyasiyası ilə əhatə olunur. Bu gördüyünüz divar kağızlarını isə mənzil sahibi özü çəkib. Sizə izolyasiyanın müsbət cəhətini göstərmək istəyirəm. Bax, bu bizdə Viessmann'ın smart termostatıdır. Hal-hazırda bayırda 12 dərəcədir, içəridə isə 23 dərəcədir. Mənzil tamamilə isidilən döşəmə sistemindən ibarətdir və hal-hazırda kombi sadəcə 26 dərəcədə işləyir. Bunu mobil telefonda da görə bilərik. Mobil telefonda hal-hazırda görürsünüz ki, kombi 26 dərəcədə çalışır və 26 dərəcə izolyasiyanın yaxşı olduğuna görə bu mənzili qızdırmağa bəs edir. Bu otaq hər iki divarı vitraj şüşələrlə əhatə olunub və onunla belə, yəni bizdə otaqda hal-hazırda 24 dərəcə isti var. Hal-hazırda biz bir mərtəbə aşağıda qonşu mənzildəyik və burada tavan istiliyini yoxlamaq istəyirik ki, əmin olaq ki, istilik aşağı keçmir. Onun üçün biz birinci döşəmənin temperaturuna baxacağıq, sonra isə tavanın temperaturuna. Termal kamera göstərir ki, bu mənzildə döşəmənin temperaturu 13,4 dərəcədir. Tavan isə 14,7, 15. Təxmini 2 dərəcə fərq var və bu o deməkdir ki, yuxarıdan aşağı heç bir istilik gelmir. İstilik itkilərimiz yoxdur, biz qonşunu qızdırmırıq və qaza artıq pul xərcləmirik. Enerji daşıyıcıların qiymətləri daim artacaq. İzolyasiyadan istifadə edərək xərclərinizi azalda bilərsiniz.